Marneuli Bələdiyyəsində yol infrastrukturunun qurulması və bərpası işləri eyni vaxtda bir neçə kənddə davam edir. Hazırda layihələr Böyük Muğanlı və İmir kəndlərində həyata keçirilir. Marneuli Bələdiyyəsinin meri iş prosesini yerindəcə nəzərdən keçirdi. Böyük Muğanlı kəndində aparılan bərpa işləri ümumi uzunluğu 1782 metr olan 5 küçəni əhatə edir. Layihənin dəyəri 639.042 layini təşkil edir. İmir kəndində isə 4 hissədə daxili yolların asfaltlaşdırılması işləri aparılır. Layihə ümumilikdə 1250 metr yolu əhatə edir. Hər iki layihə yerli büdcə hesabına maliyyələşdirilir. Böyük Muğanlıda 5 küçənin asfaltlaşdırılması nəzərdə tutulubdur. Təxminən 1750 metr asfaltlaşdırılma baş tutacaqdır. Qeyd etmək istəyirəm ki, ümumilikdə 2027-ci ilin aprel ayına kimi bu layihə tam şəkildə bitəcəkdir. Eyni zamanda biz bugün Şulaveri İnzibati Vahidliyində İmir kəndində həyata keçiriləcək proyekti yuxladıq. Hər iki layihənin də maliyyələşdirilməsi yerli büdcədən olacaqdır. Həmçinin Marneuli şəhərində də tezlikdə biz daxili yolların abadlaşdırılmasına başlayacağıq. Orada yol yox idi. İndi başlayırlar yol çəkməyə. Mən də onu deyirəm. Heç kəsin də etirazı yoxdur. Biz çox razıyıq dövlətimizdən. Hər şəraiti yaradır. Əkin əkməyə sumuz yoxdur, aqarotumuzu əkənmirik, əkdiyimizi becərənmirik, yerimiz yanır sundan. Asfalt da olsun, hər uşaqlarımız məktəbə gedir, xırtiyinə kimi palçığı olur. Biz neçə illərdə çox çətinlik çəkirdik bu yol məsələsində. Yəni maşınla da zorla keçirdik. Məktəbə gedənlər, piyadalar suyun içində üzə-üzə gedirdilər. Palçıqda, cımırda bu yolla gedənmirdilər. Çox çətinlik çəkirdik. İndi sağ olsun merimiz gəldi, bizi yolumuzu çəkdirdi, başa düşdü bizi də. İnsanlar da sevinir, çox sevinirlər. Qaldı ki, o başqa məhəllələrə, onlara indi söz veriblər yaxın vaxtlarda. O məhəllələr indi tezliklə düzələcək. Marneuli Bələdiyyəsinin meri Daur İsmailov Lecbəddin kənd İctimai Məktəbinin şagirdləri ilə görüşdü. Görüş maarifləndirici xarakter daşıyırdı. Məqsədi yerli özünü idarə etmə orqanının fəaliyyəti ilə tanış olmaq idi. Gənclər bələdiyyənin iş xüsusiyyətləri, merin səlahiyyətləri və qərarların qəbul edilməsi prosesi barədə məlumat əldə etdilər. Şagirdlər həmçinin merin müavini Georgi Qodabrelidze ilə görüşərək gənclər istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr barədə söhbət etdilər. Çox maraqlı bir görüş alındı. Görüş zamanı biz yerli özünü idarə etmənin haqqında danışdıq. Buranın funksiyalarından danışdıq. Gündəlik nə işlər görürük, bununla bağlı onları tanış etdim və mən çox sevinirəm ki, bizim gənclərimiz aktiv şəkildə yerli özünü idarə etməklə maraqlanırlar və hətta bəziləri gələcəkdə bu sferada işləməyi, yəni ki, dövlət qurumlarında işləməyi bildirdi. Mən hər yerdə vurğulamışam, yenə də vurğulayıram ki, gənclər bizim əsas prioritetlərimizdən biridir. Bizim müxtəlif gənclərlə bağlı proqramlarımız var, onların ideyalarını maliyyələşdirmək kimi proqramlarımız var və gələcəkdə gözləyirik ki, onlar tərəfindən çoxlu ideyalar təklif olunsun və biz də buna dəstək olaq. Merlə bugünkü görüşdən çox razıyıq. Öz ağır iş qrafikinə baxmayaraq bizimlə görüşdü. Uşaqlarla söhbət etdi. Biz istəyirik bu görüşlər davam edə. Gələcəkdə meri məktəbimizə dəvət edəcəyik. Gəlsin bizim məktəblə tanış olsun. Marneuli Mədəniyyət Mərkəzində Başqa Gürcüstan Haradadır adlı Gürcü mahnı müsabiqə festivalının 10-cu yubiley mövsümünün təntənəli açılışı keçirildi. Tədbirdə Gürcüstanın müxtəlif bələdiyyələrindən dəvət olunmuş solo ifaçılar və folklor ansamblları iştirak etdilər. Festival çərçivəsində iştirakçı müsabiqəçiləri peşəkar münsiflər heyəti qiymətləndirir. Festivalın məqsədi Gürcü mahnılarının təbliği, gənc istedadlı ifaçıların dəstəklənməsi və milli mədəni irsin qorunub saxlanmasıdır. Marneulidə 10 ildir, pandemiya ilində saysaq 11 ildir Gürcü xalq mahnıları müsabiqəsi baş tutur. Bu festival 11 ildir ölkənin müxtəlif bölgələrindən ifaçıları bir yerə toplayır.
Məktəb şagirdləri, musiqi kollektivləri yer alırlar. Bu gün Komukartinin seçim turu başladı. Ölkənin bütün bölgələrində bənzər turlar baş tutdu. Seçilən gənclər iyulun 17 və 18-də bir-biri ilə finalda yarışacaqlar. Bütün Gürcüstan nümayəndələri Marneuli Mədəniyyət evinə toplaşaraq burada festivalın qalibləri məlum olacaq. Qala konsertimiz isə iyulun 23-də baş tutacaq. Mən Rustavidənəm, adım Mate Xuduşauridir. Mahnılarımı çox dəqiq və ürəkdən ifa etməyə başladım. Mən bu mahnılar üçün çox əmək sərf etmişdim. İstərdim ki, necə var, o cürdə təqdim edim. Nəticədə hər iki ifam münsiflərin xoşuna gəldi. Hamısı mənə 10 verdilər. Burada çox gözəl şərait yaradılıb, çox razıyam. Kaspi şəhərində keçirilən Gürcüstan boks çempionatında Marneuli İdman Məktəbinin yetirmələri 5 medal qazanıblar. Çempionatda ölkənin müxtəlif bölgələrindən gələn idmançılar iştirak ediblər. Turnir başa çatdıqdan sonra Marneuli boksçular növbəti beynəlxalq yarışlara, o cümlədən Avropa çempionatına hazırlıqlarını davam etdirirlər. Tezliklə Avropa çempionatı keçiriləcək. Orada yer alacağımıza ümid edirəm. İnanıram ki, medallarla qayıdacağıq. İdman məktəbinə, cənab Mamukaya və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Gürcüstan çempionatında 60 kiloqram çəkisində üçüncülük yer aldım, nokautla udaraq. Məyər ikinci döyüşdə travmaya görə uduzdum. Gələcəkdə One Championship-də dalaşmaq istəyirəm. İnşallah düşə bilərəm. Kaspi şəhərində yarış baş tutdu. 63 kiloqram çəki dərəcəsi ilə yarışdım. 2 qarşılaşmam oldu. Birinci rəqibimi məğlub etdim. İkinci görüşdə kiçik fərqlə məğlub oldum. Məşqçim cənab Qaxaçxaduaya, valideynlərimə və azarkeşlərimə təşəkkürümü bildirirəm. Kaspi şəhərində keçirilən yarışda 45 kiloqram çəki dərəcəsində iştirak etdim. 2 görüşüm oldu. Birində qalib, digərində məğlub olaraq Gürcüstanın vitse-çempionu oldum. Mən azarkeşlərimə, valideynlərimə, məşqçilərim Nikoloz və Qaxaçxaduaya təşəkkürümü bildirirəm. Kaspi şəhərində keçirilən yarışda 45 kiloqram çəki dərəcəsində iştirak etdim. 2 görüşüm oldu. Birində qalib, digərində məğlub olaraq Gürcüstanın vitse-çempionu oldum. Mən azarkeşlərimə, valideynlərimə, məşqçilərim Nikoloz və Qaxaçxaduaya təşəkkürümü bildirirəm.